Salam dəyərli şahidlər və valideynlər. Bugün sizinlə 5-ci riyaziyyat dərsində səhifə 31-də yerləşən məsələlərə baxacağıq. Başlayırıq 15-ci məsələdən. Deməli, maşın hər 1 kilometr məsafəyə 0,10 litr benzin işlədir. Yola düşəndə maşının yanacaq çənində 60 litr benzin var idi. Maşının getdiyi yolu S, çəndə qalan yanacağı Y ilə işarə etməklə Y dəyişəninin S-dən asılılığını düsturla ifadə edin. Yəni, Y dəyişəni S-dən asılıdırsa, onda biz Y-i birinci tərəfə yazırdıq, elə deyil. Y bərabərdir. Çənin özü nə qədər benzin var? 60. Nə qədər qalır? Çünki Y qalanı soruşaq. Məsələn, 2 kilometr getsə, biz 1-ə bilirik ki, 0,12 isə, onda 2-yi 0,12-yə vururuq, tutaq ki, edir 0, deməli, %24, 60-dan da biz 0,24 çıxaraq tapa bilirik də. Onda yəni bu nə deməkdir? Məsafə S idi, yəni S vurulsun 0,12. Yəni Y bərabərdir 60 çıxılsın 0,12 S edəcək bizim düsturumuz. İndi bizə deyir ki, S 50, 100 olduqda Y-in qiymətini tapın. Yəqin 50 kilometr, 100 kilometr demək istəyir burada. Onda biz nə edirik? Birinci S-ə veririk 50. S-ə 50 verəndə Y bərabərdir. 60 çıxılsın. 0,12 vurulsun. 50. S-in yerinə 50 yazırıq. Bərabərdir. 60 çıxılsın. Deməli, 12-ni 5-ə vuranda edir 60, 0,6. 0,12-ni 50-yə vuranda da edir 6. 60-dan da 6 çıxanda 54. Deməli, 50 olduqda Y 54 eləyir. S 100 olanda S bərabərdir 100 yazırıq. Onda Y bərabərdir 60 çıxılsın. 0,12 vurulsun 100. Bir dəfə 12 yazıram. 60-dan da 12 çıxanda edir 48. Deməli, birincidə Y 54 eləyir, ikincidə isə 48 eləyəcək. Maşın 400 kilometr getdikdə çəndə neçə litr benzin qalar? Yəni, məsafə S 400 olanda nə qədər qalar? Bunda Y bərabərdir 60 çıxılsın, 0,12 vurulsun 400. 0,10-da %12-ni 4-ə vuranda 48 eləyir. Sıfırlar da gələndə edəcək. Deməli, 4, 8, yəni 48 edəcək. Çəndə, yəni 60 çıxılsın daha doğrusu, 48, bir də buranı düzəldim, 60 çıxılsın 48, bərabərdir 12, 12 eləyəcək. 0,12-ni 400-ə vuranda 48 eləyəcək, 60-dan da 48 çıxanda 12 eləyəcək. Çəndə qalan benzin daha neçə kilometr yol getməyə çatar? Ümumiyyətlə, 60 litr benzin varsa, biz 60-ı bölək 0,12-yə. Əslində, məsələyə diqqətlə baxsaq, burada bizə deyir ki, çəndə qalan benzin daha neçə kilometr? Çənin özü bu qədər tutur. Amma çəndə biz nə qədər qaldı dedik? 12 qaldı. Yəni, 4 kilometr getdikdə 12 litr qalır. 12 litrimizi biz nə qədər məsafəyə çatdığını bilmək üçün bölürük 0,12-yə. Bərabərdir 1200 bölünsün 12 bərabərdir 100 kilometr. Yəni, 400 kilometr gedibsə, bundan sonra 100 kilometr də gedə bilər. Çünki bu 12 litr qalmışdı. 12-yi də %12-yə bölərək tapa bilirik biz bunu. Baxırıq 16-ya. Qrafikdə ilbizin getdiyi yol ilə bu yola sərf olunan zaman arasındakı asıllıq təsvir olunub. Deməli, bu S getdiyi yoldur, T-də zamandır. Qrafikə görə suallara cavab verin. İlbiz 3 dəqiqə ərzində nə qədər yol qət etdi? Deməli, 1 dəqiqəyə 2, 2 dəqiqəyə 4, 3 dəqiqəyə burada kəsişən nöqtələrdən götürürük 6. Deməli, özümüzə görürük ki, birləşdirəndə bu düz xətlə bu nöqtələri Y, yəni S oxumunda 6-da dayanır. Onda nə qədər deməli, 6 santimetr gedib. Buraya yazırıq 6 santimetr. Sonra gedilən yolun S-in T zaman asılılıq düsturunu necə yazmaq olar? Əvvələ baxırıq, baxın, 1 dəqiqəyə 2.
santimetr gedir. 2 dəqiqəyə 4 santimetr gedir. Yəni bizim S-imiz bərabərdir. T vurulsun 2. Tutaq ki, T-miz 3 olanda 3 vururuq 2-yə 6 eləyir, elə deyil. Yəni düsturumuz bu formada olacaq. C variantına baxırıq. Bu düstura əsasən 8 dəqiqədən sonra ilbiz nə qədər yol gedər? 8 dəqiqə düstura əsasən. Deməli, T-miz gətiririk yerinə 8 qoyuruq, 8 dəqiqə. 8-i vururuq 2-yə, eləyir 16. 8 dəqiqə sonra başladığı yerdən, sıfırdan 16 dəqiqə yol getmiş olar. Qrafikdə 4-8 koordinat cütü hansı mənanı bildirir? Baxın, bu başqa rəng eləyim, daha yaxşı görün. Burada görürsünüz ki, 4 bu T-mizi bildirir. Yəni, birinci bu tərəfə baxırıq. 4 dəqiqəni bildirir. Bu 8-də gedilən vaxtı bildirir, S-i bildirir. Yəni, yazacaqsınız ki, 4 orada dəqiqəni bildirir, zamanı göstərir. S-ə gedilən, yəni 8 santimetr isə gedilən yol deməkdir. İlbiz neçə dəqiqə sonra 10 santimetr yol qət edər? 10 santimetr, yəni S-imiz deyir ki, 10 olsun. Onda S-in öz nəyə bərabərdir? T vurulsun 2, yəni 10. T də bərabərdir 5. 5 dəqiqə sonra 10 santimetr getmiş olar. Bunu qrafikə davam etdirməklə necə tapmaq olar? Buradan baxın, 5-in üstündə gəlib dayanırıq. Baxın, bu 5. Buradan qalxdıq yuxarı. Burada 9, burada 10. Bu düz xətti uşaqlar belə düz çəkirsiniz. Gəlib görəcəksiniz ki, burada dayanacaq. Yəni belə 5 və 10 nöqtələr olacaq. 17-yə baxırıq. Elxan dipçəkdə boyu 8 cm olan gül əkmişdir. Artıq boyunu biz bilirik, yəni. 0-dan deyil, 8 cm özündə var. Onun məlumatına görə bu gül növü düzgün qulluq edildikdə müəyyən müddət ərzində hər gün 1 cm boyatmalıdır. Günlərin sayı n-dir. Məsələn, 5 gün olsa artıq 5 cm olacaq. Niyə 5-i 1-ə vuracaqsınız? 6 gün olsa 6 cm olacaq. 6-ı 1-ə vuracaqsınız belə. Gülün boyu isə h, yəni olarsa arada asıllıq düsturunu necə yazın? Şərhlər, bizim h-ımız bərabərdir, yəni bu hündürlük bərabərdir. Özü 8 cm-dir də elə. Üstünə, yəni biri n-ə vuranda elə n edir, n gəlirik. N bizə günlərin sayıdır. Məsələn, 10 gün baxıbsa, 8 cm-də varsa, 8-in üstə 10 gəlirik, 18 alınır. Bu bizim düsturumuzdur. Düstura əsasən asılı olmayan dəyişənin 3 qiymətinə uyğun cədvəl tərtib edin və qrafik qurun. Onda şərhçilər belə bir qrafik quraq. Cədvəl tərtib edirik. Yəni, bu bizim düsturumuzdur. H bərabərdir. 8 üstə gəlsin n. Bunun cədvəlini biz belə qura bilərik və 3 qiymətində deyir. Birinci tərəfə yazırıq n, ikinci tərəfə yazırıq h. Məsələn, n 2 olanda h neçə olacaq? 10. N 3 olanda h 11. N 4 olanda h 12 olacaq. Deməli, burada deyir ki, cədvəl tərtib edin və qrafik qurun. Bu bizim cədvəlimiz. İndi bir dənə də qrafik qururam. Siz çalışın dəftərinizdə maksimum səliqəli çəkin. Deməli, mən burada digitizerlə çox yaxşı çəkə bilmirəm, amma siz maksimum səliqəli eləyin. Bu h-dır, bu da n-dir. N 1, 2, 1, 2 qiyməti lazımdır bizə. 3 və 4. H da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir dənə o tərəfdən çəkim şərhçilər. Bir dənə bunu böyüdüm. Deməli. Nə qədər səliqəli çəksəz dəftərinizə və damaları düzgün şərh eləsəz, dərs əslində o qədər yaxşı başa düşmüş olarsınız deyə qrafikin üzərində bu qədər dayanıram. Siz özünüzdən fərqli qiymətlər də qoya bilərsiniz. Bu deməli n-dir, bu da h-dır. Baxırıq, n-ə hansı qiymətlər vermişik? 2, 3, 4. Yəni, bura 1-dir, bura 2-dir, bura 3-dür, bura 4-dür. H-a 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10,
11 və 12 qiymətlər vermiş. Elə deyil. İndi biz bunları kəsişdiririk. Deməli 2 gün olanda 2 ilə 10 olacaq. 3-də belə, 4-də də belə. Öz boyu nə qədərdir? 8-də. Özün də hər ehtimal burada göstərək. 8-də öz boyudur. Buradan qalxır. Deməli 8-dən günlər ərzində hündürlük bu formada gedəcək. Sonra neçə harda qalmışdıq bir dəqiqə. Bunu yazdıq. 2 həftə sonra günün boyu nə qədər olar? Şagirdlər, deməli 2 həftədə neçə gün var? 1 həftədə 7-dirsə, 2 həftə deməli 14 gün eləyir də, 14 gün. Bizim düsturumuz da nədir? H bərabərdir 8 üstə gəlsin n. N-i yerinə qoyuruq 14. O da bərabərdir 22 santimetr. Sonra neçə gündən sonra günün boyu 30 santimetr olar? Artıq biz onun günlərin sayını tapmalıyıq burada. Çünki boy verilib. Onda nə edirik? Buradan yazıram. Yəni deyir 30-a bərabər olsun. 8 üstə gəlsin n. Onda n də bərabərdir. 30-dan 8 çıxırıq. Neçə eləyir? 22. 22 gündən sonra, yəni 8-in üstə 22 gəlir, yenidən 30 gedir. Deməli, burada cavabımız eləyir 22. 18-ci çalışmaya baxırıq. Şəkildə 600 metr məsafəyə idman yerişi üzrə yarışda 2 atletin diqqət etdikləri məsafələr zamandan asılı qrafiki verilib. Hansı atlet qalib gəldi? Deməli, zamandan asılılığı. Baxın, birinci atlet 150 saniyədə 600 metr deməli qət eləyib. Baxın, 150 saniyədə. İkincisi 200 saniyədə. Ondan vaxt olaraq çoxdur. Gəlir həmin, elə bilin ki, belə deyək də, 2 şagird götürün, şagirdlərdən biri çalışmaları 1 saat həll eləyir. O biri isə eyni sayda çalışmanı 2 saat, hansı tez həll eləyir deyəndə, hansı qalib gəldi deyəndə, təbii ki, 1 saatda həll eləyən olur da, əgər o da doğru eləyibsə. Yəni, deməli, biz burada götürürük birinci atleti. Atletlərin hər biri bu məsafəni nə qədər vaxtda başa vurdu? Deməli, birincisi, yazırıq birinci atlet, 600 S-dir. Bu da 150 saniyə T-dir. Birincisi, bu 600 metri 150 saniyəyə başa vurub. İkincisi, atlet isə deməli 200 saniyəyə başa vurub. Sürətləri nə qədərdir deyir. Bilirik ki, S bərabərdir, V vurulsun T düsturumuz var. S burada gedilən yoldur, məsafədir də. T zamanında V nədir? Sürət. V-miz nəyə bərabərdir? S bölünsün T. Yəni, onda biz birinciyi tapanda S 600-ü böləcək 150-yə bərabərdir 4. İkincisi 600-ü böləcək 200-ə bərabərdir 3. Deməli, bu 1 saniyəni elə bil saniyədə 4 metr məsafə qət eləyir. Belə yazaq da, 1 saniyədə 4 metr. Elə qalsın belə. Ya da düzəldim başa düşmək üçün 600 bölünsün saniyə. O birisi isə 1 saniyədə 3 metr. C variantı. Onlar sürətlərini dəyişmədən hərəkət davam etdirdisə, hər bir 9 metr məsafəni nə qədər vaxta qət eləyər? Sürətlərini dəyişmədən, yəni sürət budur da, burada V, bu da V. Sürətlərini dəyişmədən. Onda birincisi eyni sürətlə, yəni S bərabərdir, V T deyil. Onda buradan T bərabərdir. S bölünsün V olacaq da. Buradan çıxaranda, məsələn, buradan T nəyə bərabərdir? S bölünsün V. O da bərabərdir. 9 metrdirsə, 900-ü biz bölürük. Birincinin sürətinə qədərdir? 4. Deməli, o da bərabərdir. 2, deməli, 2, 5, haradasa 225 eləyəcək, bəli. O birisində isə bu zamandır da, saniyə yazaq.
O birisi ikinci, burada t bərabərdir. Burada t1, burada t2 yaza bilərsiniz. Aha, o da 900 bölünsün. Sürət nə idi? V2 nə qədərdir? 3. Yəni 900 bölünsün 3, o da bərabərdir 300 saniyə. Yenə birinci daha qabaqdadır, 225 saniyə. İkincisi isə 300 saniyəyə qət eləyər 9 metr məsafəni. Hərəkətə başladıqdan 100 saniyə sonra hansı atlet nə qədər məsafə öndə olar? 100 saniyə sonra deyirsə, yəni biz 1 saniyədə nə qədər tapdıq sürətlərini? Deməli, 1 saniyəyə biz burada bildik ki, 4 metr məsafə qət eləyirlərsə, birincisi 400 saniyəyə sonra 400-ə vururuq, 400 saniyə eləyəcək. 400 metr eləyəcək daha. 400 metr gedəcək. İkincisi, 4-ü biz 3-ə vuracaq. Yəni 1 saniyədə, çünki 3 metr gedirsə, 100 saniyədə 300 gedəcək. Elə deyil. Və bundan sonra nəyə diqqət edirik? Özümüzdə 600 metrdir də, yəni 600 metr qət eləyibsə, deyir 100 saniyə sonra nə qədər gedəcək. Birincidə, yenə buraya yazıram, birincidə bu 600-ün üstünə gəlirik 400, bu D variantıdır, qarışdırmayaq. 400 mində gəlir, dayanır. Amma ikincidə, yenə ikisi də 600 metr gəliblər də, bura 600 metr də dayanıblar. Baxın, burada durublar. 600-ün üstünə 3, yəni 100 saniyə sonra, elə bura 150-200, yəni bu 300 saniyədə nə qədər olduğunu soruşur da, belə, burada belə qalxmalıdır. Onda üstə gəlirik 300 saniyə. Metr daha doğrusu. O da bərabərdir 900. Bundan sonra qalmadı. Bura D variantıdır. Bu birinci elədiyimiz A-nı yazdıq. Bu B idi. B idi bu hissə. Qarışdırmamamız üçün qeyd edirəm. Burada C-dir. Aha. Şərhlər bura qədər izlədinizsə, kanala abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın. Şərhlər, burada bir dənə diqqətsizlik eləmişəm. Deməli, hərəkətə başladıqdan sonra deyir, davam etdirmək demir. Başladıqdan sonra dediyi üçün biz qrafikin üzərində işləyəcəyik. Baxın belə. Bir dənə buranı silim. Deməli, 100 saniyə sonra birinciyə baxırıq. Birinci 100 saniyə sonra 400 deməli, metr qət eləmişdi. İkincisi isə 100 saniyə sonra burada dayanır. 300 metr qət edib, sadəcə bu davam eləsəydi, yəni 100 saniyə sonra elə bil 600-dən davam eləsəydi, C variantı kimi hərəkəti davam etdirsə desəydi, o formada hesablayardıq. Amma bu deyir hərəkətə başladıqdan 100 saniyə sonra. Yəni 0 hərəkətə başlayıb 100 saniyə, burada göstərib 100 saniyə sonra.